Sovetə qarşı vuruşmuş Şəkili qaçaq Xudu haqqında eşitmisinizmi? Bu barədə Bəxtiyar Vahabzadə yazır. Uzun illər dağda daşda bolşeviklərə qarşı tək başına vuruşan qaçaq Xudu bir qismət isti çörək yemək üçün dost bildiyi bir yaxın adamının qapısını döydü. Ev sahibi onu gülər üzlə qarşılayıb evinə dəvət edir. O əvvəlcə çimir, sonra xörək yeməyə başlayır. Yediyi vaxt eşiyə boylanıb silahlı adamların onu güddüyünü görür. Heç demə evin sahibi Xudunun onlarda olduğunu milislərə xəbər veribmiş. Ev mühasirəyə alınır. Təslim ol xəbərdarlığına əhəmiyyət verməyən Xudu silaha sarılır. Atışma başlanır. Qaçaq Xudu milislərdən bir neçəsini öldürüb evin yuxarı mərtəbəsinə qalxan pilləkənlə özünü çardağa atır. Uzun müddət içəridən səs gəlmədiyini görən milislər onun öldüyünü güman etsələr də evə girməyə qorxurlar. Nəhayət milislərdən ikisi qürrələnib çardağa qalxır. Xudu onları vurur. Yenidən atışma başlanır. Bütün kənd atışma səsinə oyanıb evin ətrafına toplaşır. Onu vurmağın mümkün olmadığını görən milislər evi yandırırlar. Xudu tüstüdə boğulur. Çölə çıxmaq istədiyi zaman evin yanmış teri onun boynunun kökünə düşür. Yıxılır, amma heç kəs ona yaxınlaşmağa cürət etmir. Heç demə o qaranlıqda sürünə-sürünə evin arxa tərəfini keçibmiş. Milislər isə yanan evə güllə atmaqda davam edirlər. Birdən evin arxa tərəfindən güllə səsi, arxasınca da Xudunun "Namərd, al, bu da sənin payın" deyən səsi eşidilir. Sonra məlum olur ki, Xudu evin arxa tərəfindəki ayaq yolunda gizlənmiş ev sahibini vurubmuş. Milislər evin arxa tərəfinə keçmək istədikdə Xudu öndə gələn milisi vurub qışqırır. "Bir gülləm qalıb. Mən sizə yox, özümə təslim oluram" deyə sonuncu gülləni sinəsinə sıxır. Beləcə satqın ev sahibi dostundan, evindən, canından və öz etibarından məhrum olur. Abunə olun ki, digər videolarda qarşınıza çıxsın.